Vaxtınız xeyir olsun. Deməli, bugünkü mövzumuz bizim olacaq maqnit sahəsi, maqnit induksiyası. Demək olar, maqnit sahəsi bizim həyatımızda çox önəmli bir rol oynayır. Biz burada nə etməliyik? Əvvəlcə maqnitləri öyrənməliyik. Yəni, maqnitlər nəyə deyilir, nə formada olur və maqnit necə yaranır? Demək olar, maqnitlər iki yerə bölünür. Təbii olur, bir də süni olur. Təbii demişsə, qazıntının nəticəsində çıxan maqnitlər də süni maqnitlər nədir? Elektrik cəryanını keçən naqildə özümüzlə aparacaq, maqnit aparacaq. Bu sabit maqnit və yaxud da bu təbii maqnit dediyimiz özü üç yerə bölünür, formasına görə neçə yerə bölünəcək? Üç yerə bölünəcək. Və hər bir maqnitin uşağı iki dənə qütbü olur. O qütblərdən biri olur nə? Şimal, biri olur cənub. Deməli, bax uşaqlar, bu formada maqnit götürürəm. Buna uşaqlar deyirlər düz maqnit. Və iki qütbü var. Dedim, bir tərəf olur şimal, bir tərəf olur cənub. Uşaqlar, şimalı N hərfi nişanıdır, cənubu S hərfi. Bu da ingilis dilində şimal və cənubun sözlərinin baş hərfidir. North və south. Bu bizim düz naqilimiz. İkinci naqilimiz olacaq, Toncelli naqili bilirsiniz. Maqnit bilirsiniz hansıdır? Nal şəkilli. Bax, nal şəkilli maqnit. Bu da maqnitin bir növüdür, nal şəkilli. Bu da iki qütbü var yəni. Hər bir maqnitin iki qütbü olacaq. N, S. Və bir də uşaqlar dinamik var, səs gücləndirici. Bunların arxası hissəsində istifadə olunan maqnit, yəni halqa şəkilli maqnit. Halqa şəkilli maqnitin burada üstü formasını çəkə bilməliyik. Maqnitin o halqanın üst tərəfi olur. Məsələn, şimal, alt tərəfi olur, cənub. Yəni burada bölüb mən yazsam ki, bura N, bura S yazsam, bu səhv olacaq. Elə yox. Maqnitin yuxarı tərəfi məsələn olur şimal, aşağı tərəfi olur, cənub. Bu formada olacaq. Yəni formasına görə üç yerə bölünür. Yəni burada qeyri bir şey yoxdur. Sonra bir də yadda saxlayın ki, maqnit nə ilə xarakterizə olur? Yəni maqnitin özünə məxsus bir xarakteristikası varmı? Bəli. Biz ona inşallah deyəcəyik maqnit induksiyası. Yaxşı, maqnit induksiyası nədir? Maqnit induksiyası B hərfi ilə işarə olunur. B hərfi ilə maqnit induksiyası. Adını qeyd edək, maqnit və bunun üzərində danacaq maqnit induksiyası. Maqnit induksiyası B hərfi ilə işarə olunur və vektorial kəmiyyətdir. Vektorial. Vektorial kəmiyyətə necə kəmiyyətidir? Demişdik ki, vektoriallar həm qiymət olur, həm istiqamət olur. Qiymətliliyi növbəti başlığı keçəndə, amperməsini keçəndə artıq oradan öyrənəcək ki, qiymətimizi tapacaq, yəni düstur, amperməsini düstur keçəndən sonra artıq qiymət öyrənmiş olacaq. Qaldı vektoriallığı, yəni istiqaməti. İstiqaməti öyrənmək əvvəlcə birincisi, biz konkret olaraq qayda şəklində öyrənməliyik ki, bir maqnitin qüvvə xətləri şimal qütbdən çıxır, cənub qütbə daxil olur. İnşallah mən sizə bunu təcrübə formasında göstərə bilərəm. Yəni, onu toz dərəcələri ilə, toz dərəcələrinin üzərinə maqniti yaxınlaşdıranda sən orada əyani şəkildə bu xətləri görmüş olacaq. Deməli, nə dedik? N-dən çıxır, S-ə daxil olur. Deməli, induksiya xətləri N-dən çıxır, S-ə daxil olur. N-dən çıxır, S-ə daxil olur. Bu olsa bizə B-nin istiqamətidir. Bəs daxildə necə olacaq? Daxildə isə uşaqlar, bu davam edəməli daxil. Gələcək S-dən enə. S-dən enə. Deməli, onunla induksiya üçün yazılır ki, B maqnitin xaricdə olacaq N-dən S-ə doğru. Maqnitin daxilində isə olacaq uşaqlar S-dən N-ə doğru. Yəni, bu bir mənalı şəkildə bütün maqnitlər istəyir düz olsun, istəyir nal şəkilli olsun, istəyir halqa olsun, həmişə şimal qütbdən başlayacaq, cənub qütbə edəcək və daxildə isə dayanmadan davam edəcək. Cənubdan gedəcək hara? Şimala. Və uşaqlar, bunu mən bu formada çəksəm bir dənəsini var, bunu bu formada danılmazsa. Bunu başlanğıcı haradır desək? Başlanğıcı var mı? Yox. Məsələn, bir çevrədə, mən sizə bir formada çevrə seçirəm. Başlanğıcı var mı bunun? Hansı qütbdən başlayıb bilmirəm. Nə başlanğıcı var, nə sonu var. Belə sahə şuan deyildir, burulğanlı sahə. Yəni, maqnit sahəsini necə sağlayacaq uşaqlar? Maqnit ünlü xətləri olacaq. Burulğanlı sahə. Burulğanlı sahə olaraq istifadə olacaq. Uşaqlar, indi məsələn, mən bayaq dediyim nal şəkilli maqnitdən istifadə edəsəm, burada demişdik ki, məsələn, bunun yuxarı hissəsi N, aşağı hissəsi N, S. Yenə qaydamız dəyişməkdir. Yaxud xaricdə hardan nə getməlidir? N-dən S-ə getməlidir. Və xaric N-dən S-ə, N-dən S-ə, N-dən S-ə və yaxud sol tərəfə fikirləşsə N-dən S-ə tutanır. Amma daxildə isə S-dən N. Daxildə isə olacaq S-dən N. Yəni, bu qayda bir mənalı şəkildə hər dəfə ödənmiş olur. Yəni, sizə sual düşər bilər. Maqnitin mənşəyi nədir? Baxın, maqniti yaradan cərəyandır. Yəni, bu maqnitlərdən çox bir cərəyanın yaratdığı maqnitə istifadə edəcək. Və bizim elektronik qurğularımızda olsun, real həyatda yəni bu sabit maqnitlərdən çox
dəyişən manqurt, yəni cəryanın yaratdığı manqurtlardan daha çox istifadə edir. Yaxşı, dedik ki, maqnitin mənşəyi cəryandır. Cəryanın mənşəyi nədir? Cəryan olması üçün nə lazımdırsa? 1. Yüklü zərrəcik və bir dənə lazımdır, zərrəcik hərəkət. Yəni, elektron var, iş bitmədi. Elektron hərəkət edəmədi. Hərəkət də varsa, cəryan da var. Deməli, bir də hərəkət. Deməli, bu iki şərt olsa, bizdə cəryan olacaq. Cəryan varsa, maqnit var. Onda belə çıxır ki, maqnitin mənşəyi nə olacaq? Cəryan. Müsbət, yəni yüklü zərrəcik. Yəni, cəryanın mənşəyi nədir? Yüklü zərrəcik plus hərəkət. Yəni, yüklü zərrəcik olmadan hərəkət olmalı. Mən sizə sual verirəm. Deyirəm ki, məsələn, elektron yavaşlayır. İndi maqnit yarataq mı burada? Niyə? Yüklü elektron yükü var mı? Var. Yavaş bir hərəkət var mı? Hərəkət yenə də var da. Demək yaramaz. Məsələn, proton bərabər yeyinləşir. Protonun yükü var. Bəli. Necə yüklüdür? Müsbət. Hərəkət var mı? Bəli. Demək maqnitdə var. Məsələn, neytron yeyinləşir. İndi neytronun yükü var. Neytronun yükü yoxdur. Neytron oldu 0. Hərəkət var. Yükü olmayan 0 yəni cəryan, yəni cəryan yoxsa maqnit yoxdur. Aydındır bu formada qəbul edilir ki, yəni maqnit indüksiyası olması, maqnit olması üçün iki dənə şərt lazımdır. Yüklü zərrəcik və hərəkət lazımdır. Bu şərtlər ödənəcəksə bizdə maqnit sahəsi yaranmış olacaq. İndi yaxşı. Bir dənə maqnit verirlər bu formada və deyirlər ki, maqnitdə axan cəryanın istiqaməti bu formada. Yəni soldan sağa doğru gedir. İndi biz əzbər şəkildə öyrənmişik ki, indüksiya xəttləri şimaldan çıxır, cənuba gedir. Yaxşı. Bəs belə bir dedik axı cəryanın maqniti özü maqnit kimi aparır. Bu maqnitdir bu dəqiqə. Cəryan kesinliklə maqnitdir. Bəs bunun qütbləri var sıra, hansı hara olacaq? Biz bunu öyrənməmişək, öncə istiqamətlər öyrənməliyik. Sizdən istiqamət tanıyırıq. Yaxşı olar, sizdən istiqamət tanıyırsınız. İstiqamət olaraq hansı istiqamətləri tanıyırsınız? Sağ, sol. Rahat, sağ, sol, yuxarı, aşağı. Bitdi mi? Xeyr. Fizikada var ya, maqnitdə iki dənə istiqamət öyrənməliyik. Bizdən şəkilə, bir də şəkildən bizə. Yəni, bax, lövhədə olacaq məsələn, sola, sağa, yuxarı, aşağı. Əlavə olaraq məsələn, dedik ki, bizdən şəkilə gedir və ya bu xəttlər şəkildən bizə gəlir. Şu anda olacaq onda, bizdən şəkilə olacaq x. Yəni, dairənin içində x olacaqsa, bu nə olacaq bizdə? Bizdən şəkilə olur. O, tir atanda hədəflər olur. X ortasında dairələr. Bu nə deyir? Bizdən hədəf atacaq. Bir də olabilir şəkildən, bəli, şəkildən biza olanda biz oxun hansı hissəsini görürük? Ulduz hissəsi. Ulduz hissəsində görürük, nöqtə kimi. Onda olacaq nöqtə. Yəni, bu nöqtə kimi görsəz, biləcəksiniz ki, şəkildən bizə x kimi görsəz, bizdən şəkil. Əla. İstiqamətləri öyrənəndən sonra indiklər tapacaq. İnşallah, indi beynin tapılmasının qaydasıdır. Beyni necə tapılır? Beyni necə tapılır? İnşallah, bunu tapmaq üçün fizikada 5 əl qaydasını istifadə edəcək. 5 əl qaydası. Yəni 5 də, yəni 5 əldən istifadə edəməyəcək ya. 5 dəfə əl qaydası öyrənəcək. Onun ikisi sol əl qaydasıdır, üçü sağ əl qaydasıdır. Ona görə bax, birinci keçirik hələ bu günləri. İndidən mükəmməl şəkildə, yəni yavaş-yavaş qavurun ki, ən asanlığı bu. Ən asanlığı indidən, bax, bu mövzunu başa düşün ki, sonra çətin seçməyiniz. Deməli, beyni tapmaq üçün uşaqlar sağ əli götürəcək. Sağ əli götürür. Uşaqlar, sağ əlin baş barmağı, bax, perpendikulyasının baş barmağı var. Baş barmağı qoyulub cəryan istiqamətində. Bu 4 barmaq sizə göstərəcək beyni istiqamətində. Deməli, baş barmaq cəryan istiqamətində qoyulanda, indi mən şəkildə çəkə bilirəm. Qıvrılmış 4 barmaq, bax, baş barmaq cəryanı göstərir. Qıvrılmış 4 barmaq bizə nə göstərəcək? İnduksiya. İndi gəlin, baxaq, elə bu şəklimiz üzərində tətbiq edilməsi çalışaq. Ne gedir? Sağa götür. Baş barmaq nə etməli? Cəryan istiqamətində qoymalı. 4 barmaq burada lövhəyə inir. Lövhəyə daxil olur. Fırlanır o tərəfdən yuxarı inir. Qayda. Onda burada bizdən şəkil olmayacaq. Bax, barmaqlarımız bizdən şəkildə ilə daxil oldu. Onda olacaq burada nə? X. Burada olacaq nə? Nöqtələr. Bu da olacaq bizim beynin istiqaməti. Bax, beynin istiqaməti formatımızda bir təbii ki, bu ən sadə vərəqdir. İlkin vərəq, hələ indiklərdə təzə öyrənilir. Mən sizə əlavələr edeyim. Məsələn, sizə belə bir sual verilir. Cəryan yuxarı gedir. Deyir, bunun induksiyasını tapır. Dəyişmə qaydını sağa götürdük. Baş barmaq qoyduk cəryan istiqamətinə. 4 barmaq sağ tərəfə nə edir? Daxil. Daxil olsun, necə istiqamət edir? X. Fırlanıb arxadan nə edəcək? Arxadan çıxdı. O da nə nöqtə? Bu isə oldu nöqtə.
Bax bu x nöqtələr nədir bizə? B-nin istiqaməti. Bu da belə nibrət çətinləşdirər, nisbətən çətinləşdirər. Və sizə belə bir sual verirəm. Sizə deyirəm ki, bu dəfə cəryan x. Yəni cəryan hara gedir? Cəryan bizdə şəkil. Bizdə şəkil gedir. Qaydalar dəyişmir. Yəni indüksə tapılma dəyişmir. Sağ əl götürür. Baş barmağı cəryan istiqaməti, yəni bizdən şəkil qoyur. Qıvrılmış dörd barmaq hansı tərəfə fırlanmaq istəyir? Sağ tərəfə istiqamət. Mən bunun ətrafını təmsil çevirəcək. Olsun necə? Sağ tərəfə istiqamət. Bu da olsa bizdə B istiqamət. Orada halları keçirə bilərsən. Yəni burada da olsa belə. Lap bir dənəsi belə keçir, burada olsa belə. İndi yaxşı, bu sualın üstündə bir dayanır. Mən sizə üçər nöqtə versəm. 1, 2, 3. Deyirəm ki, B-ləri müqayisə edək. Sizcə hansı böyük olur? Cinə magnitdir. Magneti yaxınlaşdıranda magnit xassəsini hiss edirsən. Yəni cəzb olunmanı tələb. Amma uzaqdan tutanda bilmirsən ki, bunu cəzb edəcəksən. Yəni uzaqlaşdan magnit xassəsini indir. Azalır. Ay, onda hansı böyük olacaq? 1, sonra 2, sonra olacaq 5. Yəni müqayisəsi də belə olacaq. İndi sual yaratmışım da deyək ki, sonra işimiz cavab verir. Bir dərsini çəkək. Məsələn, mən sizə verirəm, nöqtə kimi cəryan. Verirəm nöqtə. Və deyirəm ki, bunun indi bax, bu cəryan istiqamətidir. Bax, bunu fikir verirsiniz, cəryan istiqamətidir. Öyrənmək üçün, yəni işlədiyiniz müddətdə baş barmağa i yazarsınız, dörd barmaqda b yazarsınız, o daha rahat olursunuz. İndi baxın, i nə demək, nöqtə nə deməkdir? Şəkillər bizə. Elə demək üçün, barmaq gözümüzə tərəf olsun. Belə qoysun, dörd barmağa sən fırlamaq istəyir. Sol tərəf. Sağ tərəfinin Əksinə. əksi istiqamət. Olacaq belə. Yenə buradan halqalar keçirə bilərsən, bu formada və deyərsən ki, bütün induk səfətləri sağ tərəfinin əksi istiqamətini yapmış olacaq, fırlanmış olacaq. İndi ən məşhur sual tipləri burada necə düşür? Yəni bunu bilir. Əla, istiqamətini tapdırır. Onları sonra öyrənir. Başqa bir suallar necə düşür? Məsələn, sizə belə bir sual düşür. Deyəcək ki, əvvəlcə saatına bilək. İnduksiya xətləri belə yönəlmiş olur. Bax, beyni verir bizə soldan sağa. Və bir dənə maqnit əqrəbi var bizə. Maqnit əqrəbi uşaqlar nə? Kompasın içərisində onun əqrəb olur. Uşaqlar bilirsiniz ki, maqnit xassəsinin əsasından cihazlardan biri kompasdır. Yəni, yeri qütblərin təqrəbisi kompas əsasıdır. Və kompas əqrəbdə iki qütbü var. Biri şimal, biri cənub. Və onu da yəqin ki, bilirsiniz ki, kompasın şimal qütbü yerin cənubuna, cənub qütbü isə şimal olur. O harada gələnir? Yaxın saxlayacaqlar. Eyni anda bu qütblər bir-birini necələr? İtirəcəklər. Əks alır qütblər. Cəzb. Yəni, məsələn, mən iki dənə maqnit qoyuram, bunu öyrənən sonra keçər yola. N-S. Burada da olsun belə. Uşaqlar, N-S. Bunlar bir-birini necələr? Cəzb edəcəklər. Yaxın qütblər əksdir. Bunlar bir-birini cəzb edəcək. Uşaqlar, mən bu maqniti əvəz edib böyük bir maqnit qoysam. Məsələn, bax, bu cəzb edir F1 nə? O da bunu cəzb edir F2 nə? Hansını qısa qoyacaq? İkincini. İkinci daha böyükdür, ikincini. Biz amma mexanika bölməsində öyrənmişik ki, Newtonun üçüncü qanununa görə təsir əksəsindən olur. Yəni, ola bilər ki, yəni, bu böyük olduğuna ki, bu dayanacaq, bu yaxınlaşacaq ona. Bu onu hansı bir cəzb edirsə, o da bunun həmin bir cəzb edir. Sadəcə əfalətli söhbət var. Və bunun kütləsi az olduğuna ki, əfalətli yazı daha hərəkət edib gedir. Aydın əfalətini qoyub saxlaya bilməzdir. Onda olacaq ki, F1 bərabərdir nəyə? F2, yəni təsir əksəsi həmçinin nə olacaq? Bərabər. Yəni, bunun deməli məqsədi nədir? Əks kütlələr bir-birini cəzb edir, eyni kütlələr bir-birini itələr. İndi bizə belə bir əqrəb verir. N-S deyir ki, əqrəbin ana nöqtəsində vəziyyəti təsvir edir. Yəni, ortaya apar qoy, gör əqrəb hansı vəziyyət olacaq. İndi onu ötürməyin mən. Mən fikir verirəm. Xətlər hardan hara gedir? Soldan. Onda bu hissə, yəni bir demişək, indüksə hardan gedir? Şimaldan çıxır, cənuba. Onda bu hiss demək bütöv. N yaza bilərəm. Maqnit N. Ona bura nə olacaq? Daxil olur. S. İndi mən bu əqrəb aparıb bura qoysam, necə olacaq əqrəb? Əqrəb vəziyyət alacaq mı? Bəli. Bura nə olacaq? S. S, bura olacaq? N. Ən məşhur sualdır bu. Yəni, bu indi ən sadəsidir. Ona uyğun da bir iki dənəsini işləyər. Yəni, yadda saxlayın ki, yəni, əks olanda cəzb olur. Eyni olanda itələr. Davam edirik. Deməli, indi mən sizə verirəm, X şəklində bir cərgə işlədir. Və bunun sağ hissəsində, burada və A nöqtəsi verirəm. Və deyirəm ki, bu əqrəbi aparıb ora qoysam, hansı vəziyyət alır? Yəni, NS aparıb ora qoysam, hansı vəziyyət alır? O dəqiqə sağ əl götürdük. X nə deməkdir? Bizdə şəkildə. Baş barmağını qoydum belə. Ona barmaqları necə fırlanır? Sağ əl. Bax, bu nöqtədən keçən çevirəcəksən. Çəkdik. Və deyir ki, sağ əqrəb istiqamətində. Yalnızca gəlir sürətinizi yönəlirdi. Çevriyə, toxunan istiqamətdə. İndi mən sizə soracağım, burada bir hansı tərəf olacaq? Belə.
Düzdürmü? Burada aşağıda, burada sola, burada yuxarı. Bax, eyni sürətə oxşayır. Yəni bu eyni istiqamətdir. İndi bizə hansı hissə lazımdır? Bir A nöqtəsi. Bunların hamısını silirik, özümüzə mane olmasın. İndi görürük ki, burada xətt hardan indüksə hardan hərəkət edir? Yuxarıdan aşağı. Hardan çıxır indüksə? Şimalda. Onda bura olur nə? N. Hara gedirdi? S-ə. Bura olur nə? S. İndi əqrəbi məndəki bura qoysam, yuxarı olacaq, S, bura olacaq. Əqrəbi bura qoysam, bax, bura qoysam. İndi ox belə gedirsən, bax, belə gedirsən. Bura nə olacaq? N, bura olacaq, S. Bunda əqrəbi burası. S, bura olacaq. 2022-də MİQ imtahanının sualı verilir. Sualı verilir. Yəni, nabil ətrafında yaranan əqrəblər qoymuş işlənirliyə deyir ki, hansı halda əqrəblərin istiqaməti düzü göstərmişdir. Sonra təşkil edir ki, məsələn, esin olmalı, düz yazılı düzdür. Yəni, tərsdən edir demək bu səhvdir. Yəni, MİQ-in sualı. Yəni, çox da düşünsəm ki, bu sual nədir? Amma yəni, bu suallar çox düşəcək. Aydındır. Bu belə. Sonra necə sual düşə bilər bizə? Bundan əlavə sual bizə. Məsələn, belə bir nabil edəcək. Tutaq ki, bu formda bir nabil. Bura yazıb A nöqtəsi. Bura yazıb B nöqtəsi. Deyir ki, fi A böyükdür fi B. Yaxşı, təsdiq edir. Fi B böyükdür fi A. Deyir ki, indi qısım tam. Bu fi'lər nə idi? Potensiallar. Hansının potensialı çoxdur? Biz də demişik, cəryanın olması düşən fazında yüklü zərrəcik, naqil və potensiallar fərqi. Və cəryan hara gedir? Potensialın çox olan yerinə, potensialın az olan yerinə. İndi B A-dan çoxsa cəryan hara gedir? B-dən A. Deməli, cəryan gedirsə burada B-dən A. İndi cəryan B-dən A-ya gedirsə, yenə qaydanı tapdığım ki, cəryan tabanı sonra sağdır. Baş barmaq qoyduq, yuxarı sıra barmaqlar nə gedir? Daxil olur, olacaq burada nə? X. Burada olur nə? Nöqtə. Yəni, belə bir sual düşə bilər sizə. Sonra bax, dövrə ilə bağlı sual düşə bilər. Yəni, məntiqi tutsaq, yəni nə formada sual düşürürsünüz, siz yazacaqsınız. Məsələn, sizə belə bir dövrə verəcək. Sadə bir dövrə verir. Bura A, bu da B. Deyir ki, AB-ni indüksiya tutar. Sən nə edirsən? Əlbəttə, AB-ni sən cəryan istiqaməti bilməsən. Biz şərti olaraq mənbəyi böyük götürməyəcə qəbul edirik. Müsbət. Demək, bura müsbət, bura mən. Cəryan harada hara gedir? Müsbətdə mənfi. Cəryan çıxıb buradan, gəlir burada aşağı, burada belə. Cəryan burada hara olur? Yuxarı. Yenə sağa götürdük. Baxın, sağ tərəf olur. X, Bizdən şəkillər. sol tərəf, nöqtə. İndi bu hissəsi təyin edəsən. Yenə başına qoysaq. Aşağı olsa nə? X. Buraya yuxarı olsa nə? Nöqtə. Bu hissəsi təyin edəsən. Sonra olsa yenə. X. İçəri olsa nöqtə. Onda belə çıxacaq. Dairənin aqilini bu formulada. Yəni bir tərəfini tapırsansa X, hər tərəfindən olacaq, eyni formada olacaq. Məsələn, bir dənə dairənin aqil verir, başqasını belə. Bura olsun mənfi, bura olsun müsbət. İndi ki, bu naqilin indüksiyasını tapır. Deməli, cəryan yerdir ki, müsbətdə mənfidir. Cəryan belə gedəcək. İndi hər yerdə qayda dəyişir. Qaydanı tətbiq edir. Burada qoysan, içəri nə olacaq? X. Burada qoysan, İçəri X. burada qoysan, burada belə çıxır ki, hər yer içəri nə olacaq? Yəni, bir yeri tapdınsa, qalan hər yer eyni olacaq. Çox olacaq? Nöqtə. Aydındır, məsələn, bunun bir dənəsi tapdı, sağ tərəfi çox X tapmışamsan, demək, dairənin nə olduğunu, şöyle hər tərəf olacaq X, içəri olacaq nöqtə. Burada da şöyle hər tərəf olacaq nöqtə, içəri olacaq X. Sonra bir dənə də sonuncu sual tipi işləyək, onunla da belə ki, indüksiyanı yekunləşdirəcəyik. İndüksiyanın vahidi qaldı. İndüksiyanın vahidi haqqında danışmış olar. İndüksiyanın vahidi Tesla. Tesla qısacası olacaq Tesla. İndi bunun beynəlxalq dilində əsas vahidlərin artışı var. Artıq onu amper qazı keçəndən sonra biz rahat bir şəkildə deyə biliriz. Bu birinci başlıq.